İcazesiz senin buraya girmeye hakkın yoktu. Çekil! Rübab, hardasan? Niye gelip burada qələqşiqilik salırsan? Mən bura qan tökməyə gəlməmişəm. Məni əsəbləşdirməyin, özümdən çıxsam hamınızı məhv eləyərəm. Rübab! Qarşıda onu! Rübab, hardasan? Canından bezmiş her zaman. Çıx çölə, Rübab! Ay yaramazın biri yaramaz. Bura senin için karvansaradır ki girip hayküy salıp kışkır bağır eləyirsən, sen özünü ne zənn eləmisən, axmaq. Kime arxalanıp belə cürət eləmisən, mən öz sözümü bir dəfə sənə demişəm. Şirin dillə başa düşmürsən, başını elə bir oyun açaram ki adın da yadından çıxar. Əmr eləyərəm başını bədənindən ayırarlar. Mən bura davadalaş salmaqdan ötürü gəlməmişəm. Siz öz sözünüzü mənə dediniz. Mən də gəlmişəm ona tabi olam. İtil, rədd ol buradan. Allahu Ekber. Allahu Ekber. Nə qədər ki səni qanına qəltan eləməmişəm, itil, cəhənnəm ol buradan. Anlamırsınız yoxsa anlamaq istəmirsiniz? Bu evin başında bəla fırlanır ay qoca. Bu əclafla ağza vermə Şolzəb. Qanını tök, qoy bilsin kimi qabağında at oynadır. Tökün. Tökün qanımı! Bu mənim sinəm, bu da nizəniz. Gəlin axıdın qanımı! Nəyi gözləyirsiniz? Vurun! Yox, o dava eləməyə gəlməyib. Dava üçün gəlsəydi qılınc bağlayardı. Gəl sən qarışma qızım. Qoy bir dəfəlik bu söhbətə son qoyaq. Zeyd, mən səni yaxşı tanıyıram. Axı sən elə adam deyilsən ki, gəlib qışqır bağır salıb kimisə hədəliyəsən. Sakit ol Zeyd. Bu da təzə oyundu. Allah'a and olsun. O bircə qızımın canı üçün. Sözünü qısa və müxtəsər deməsən, elə bu əllərimlə səni boğaram. Eşitməyə tələsirsən? Onda yaxşı qulaq as, Şoza. Mən qurtardım. Əminəm ki, Rubab keçici dünya həvəslərinə görə mənim qəlbimi özünə oyuncaq qərar verib. Siz haqlısınız. Duluzçu Zeydin, Pərilər Şahının qızı Rubabla nə işi var ki? O məndən də üstün bir kəsin gəlini olmalıdır. Allah hamınıza lənət eləsin. Sən də yaxşı qulaq as, Rubab. Mənim sənə olan sevgim sənin özünə görə deyildi. Ata-ananın var dövlətinə görə idi. Bəli, bəli. Afərin, afərin. Nəcəb, axır ki, həqiqəti gizlətməyib, səmimi qəlbdən hər şeyi etiraf elədin. Elə buna görə də mən öz tərəfimdən sənə təşəkkür eləyirəm. Get cavan, get. Murdarım biri murdar. Eclaf, murdar. Nə olub? Nə olub sənə nazlı qızım? Aa, bir gözlərinə baxım. Ağlayıb göz yaş axıtmaq bütün qadınların adətidir. Mən də vaxtı ilə çox ağlamışam. Niyə məndən belə elədin Zeyd?
Necə razı oldun saf qəlbimi öz ötəri meyillərinin qurbanı eləyəsən, ay insafsız. Sən hələ cavansan, bəzi şeylərin sərhəddini bilmirsən. Eşqlə həvəs arasında olan sərhəd bir tük ucu qədərdir. Bunu bilməyən qadın həyatda hər şeydən məhrumdur. Mənim rəhmətlik babam rola girib dəli divanı olan aşiqlərin ədasını çıxarmağı, özünü onlara oxşatmağı yaxşı bilirdi. Sən görəydin, hansısa uzaq bir kənddə, hansısa bir qızın qəlbini fəth eləməyə haqqında danışanda necə qəhqəh çəkib gülürdü. Bu, bütün kişilərin zatı xarablığındandır. Mən indi neyniyim ana, neyniyim? Ağlama mənim əzizim, ağlama. Bu kədər, bu dərd, bu qüssə nə zaman bitəcək? Zeyd qəlbimin aynasını yerə vurub, sınıq-sınıq elədi. Qalx qızım, qalx. Qalx bir bura gəl. Gəl bir güzgüdə özünə bax. Mənim əzizim, özünə heyfin gəlmir. Sən Pərilər Şahının hekayəsindəki şahzadəyə bənzəyirsən. Zeydin eşqi ötəri bir həvəs idi. Bir tərəfdən elə yaxşı oldu ki, sən əsl həqiqətdən xəbərdar oldun. İnan ki, ən gözəl həyat ananın sənin üçün düşündüyü həyatdır, qızım. Həccacın oğlu ilə evlənmək. Bundan sonra mənim üçün fərq eləmir kimin gəlini oğlum. Hər nə istəyirsən onu da elə ana. Mən artıq həyatdan bezmişəm. Elə ki, ərəb şahzadəsinin tacını başına qoydum, onda biləcəksən ayranla doşabın fərqi nədir. Artıq bugündən Küfənin taxt tacını, Həccacın oğlunu, öz gələcəyini düşün. Mən də gedim əziz xələf kürəkənimizdən muştuluq alım. Şozə, axır ki qızımız razı oldu. Nəyə razı oldu arvad? Həccacın gəlini olmağı qəbul elədi. Axır öz işini gördün. Arzuna çatdın. Bayaqki cavanın baxışları ürəyimi yaman yandırdı. Muştuluq verin, sərvərim. Muştuluq verin. Sizə baldan da şirin bir xəbər gətirmişəm. İcazə verirsinizsə, hüzurunuza ərz eləyim. Xəbər? Özdə sənin kimi qoca qarıdan? Hal-hazırda mənim üçün baldan şirin bu taxta əyləşmək, padşahlıq məşq eləməkdir. Çıx çölə! Sənin gətirdiyin xəbər mənə lazım deyil. Dayan! Yaman heybətli qışqırığınız var. Bağrım çatladı, sərvərim. Siz Allah qızımın üstünə belə qışqırmayın ki, ürəyi partlayar, bəy otağınız gəlinsiz qalar. Nə bəy otağı, nə gəlin? Sən qızınla üzmə bir şey deyirsən, arxanda isə başqa iş çevirirsən. Bu dəfə məni anlada bilməzsiniz. O başdan xarab qızın özünə qalsın. Çıx çölə! Dayan! Deməli, padşahlıq məşqi eləmirsən. Pişiyi bəy otağının qapısında öldürməyin məşqini eləyirsən. Öldür bala, öldür. Sənin və qızının son sözü nədir? Mənlə qızım üçün kürəkənimizin qəmər üzlü, şir ürəkli bir əmirzadənin olmasından böyük nə ola bilər? Bizim son sözümüz sizsiz, sərvərim. Sizlə qohum olmaq elə bir iftixardır ki, hər adama qismət olmaz. Onda bəs bu sıçan pişik oyunu nədir? Niyə hər dəfə rübabı görəndə ya ağzını əyir, ya da üzünü döndərir? Üz döndərib naz eləmək bütün gözəllərin adətidir, oğlum. Eşitməmsən ki, aşiq israr edər, məşuq inkar? Eşqin şirinliyi də elə bu sıçan pişik oyunlarındadır.
Deyirsən Rübabın mənə qarşı nəsə hiss elədiyinə inanım? Əlbəttə, sərvərim. Əks təqdirdə mən bu cür şad xürrəm yanınıza gəlməzdim. Siz mahir ox atansız. Gözəl ov ovlamısınız. Mübarəkdir. Mübarəkdir. Qəbul elədi? Ona sehir caldı eləmsən? Sehri caduya ehtiyac yoxdur. Sadəcə mən onun yatmış ağlını oyadıb qəlbi ilə müharibəyə göndərdim. Qəlbi də ağlının gücünə məğlub oldu. İndi neynəməliyik? Özünə əl al, ərköyün şahzadə. Rübabın başını bişirdikdən sonra indi sənin növbəndi ki, atanı bişirəsən. Atanın izni olmadan evlənə bilməzsən. Səncə mümkündür atan bu işə qarşı çıxsın? Ola bilər. Həccac ibn Yusif qüdrətli bir əmirdir, oğlum. Mütləq gəlinin seçimində xırdaçlıq eləyəcək. Rübabdan layiqli gəlin kim ola bilər? Ay yazıq balam. Bu yalnız sənin fikrində, oğlum. Birdən atan müxalif olsa nə olacaq? Atam müxalif olsa, gərək səndən Rübabın eşqinin halvasını yiyək. Mənə kömək elə xanım, mənə kömək elə. Mən əminəm ki, sən el eləyə bilərsən ki, atam yox sözünü dilinə gətirməsin. Kömək elə mənə. Mən Həccac ibn Yusifi razı salmağın yolunu bilmirəm, oğlum. Birdən bilsəm də qürurum buna yol verməz. Mən axı gəlinin anasıyam. Mənim gəlini tərifləməyim həm şübhələndiricidir, həm də ayıbdır. Bu yük sənin boynundadır, sərvərim. Əgər o mənlə Rübabın evlənməyinə müxalif olsa, mən özümü öldürərəm. Dayımın canından da olsun özümü öldürərəm. Məzəli bir zarafatdır ki, hədələməkdə də işə yaraya bilər. Düzgünlük və sədaqətin kökü Əliyə olan inamda olub. O baxışlarınla nə söyləmək istəyirdin Zeyd? Baxışların ürəyimi yaraladı. Qocalmısan Şozəb, qocalmısan, qocalıq belini büküb. Amma şövqü məhəbbətin hələ də yerindədir. Zeyddə olan o şücaət, sədaqət onun imanının əlamətlərindəndir. Onun söylədikləri qəlbində təsir qoydu Şozəb. Zeyd sənə Əlinin yanında keçirdiyin o gözəl günləri xatırlatdı. O zaman sən pak və günahsız idin. İlahi, köməklə aqibətim xeyirli olsun. Nə olub? Yenə də yasa batmısan. Deyəsən bu xəlvət, bu tənhalıq heç vaxt qutaran, bitən deyil. Bəs neyniyim? Rəqs eləyim? Hə? Həmişəki kimi sazı səndən, rəqsi məndən. Mən sənin işlərindən baş aça bilmirəm, Şozəb. Necə ki, mən də sənin işlərindən bir şey başa aça bilmirəm. İndiki şəhərindən qutarmışıq, ürəyin onun üçün darıxıb. Həmişə sənin işlərin əksinə olub. Bir vaxtlar heç bir işim əksinə deyildi. Hər işim qaydasında idi. Zeydin o sədaqətli baxışları mənə gəncliyimi xatırlatdı. Gəncliyimi.
Şozəb, sən elə indi də cavansan. Nə olub sənə? Hı? Rişxand eləyirsən? Haqqın var eləməyə, ay cadugar. Çünki sənin yadında nə mənim əldən verdiyim məsumluğumdan əsər əlamət qalıb, nə də ki, Bəni Qüreyzə tayfasının içində Səhra qızının gözlərinə aşiq olduğum gənclik illərimdən bir səhnə. Bunları sənin dilindən min dəfə eşitmişəm. Ötüb keçən gəncliyi unutmaq lazımdır Şozəb. Gərək qarşıdan gələn gənclik haqqında düşünək. Rübab haqqında. Öz kişisini hələ təzə tapan qızın haqqında. Həccacın oğlu çox layiqli oğlandı Şozəb. Düz deyil? Mən gedirəm Şozəb. Gedirəm işləri yoluna qoyum. Sən də neyniyim eləməkdənsə, yaxşı olar qızının cehizini düşünəsən, cənab xəzinədar. Bibi, Can bibi. Həmdana getməyə ehtiyac yoxdur. Mən getdim, Rübabla olan məsələyə son qoydum. Bildi ki qardaşısan. Yox. Elə elədim ki, başa düşməsin və məndən zəhləsi getsin. Rübab sənin bacındır oğlum. Qardaş-bacı münasibətiniz qoyma pozulsun. İstəyirsən mən gedim Rübabla danışım. Yox, bibi. Bu sir elə gizli qalsa yaxşıdır. Bibi, mən hələ o qədər də güclü deyiləm ki, küfəllərin dedikodularına dözə bilim. Bugün bir anlıq Şozəbə atam gözü ilə baxdım. Ona ürəyim ağrıdı. Şozəbdən də çox özümə ürəyim yanır, bibi. Bəlkə də müqəssir mənəm oğlum. Uşaq vaxtı bu sirri qulağına pıçıldasaydım, indi belə olmazdı. Danış, bibi. Ata-anamdan danış, bibi. Nə qədər çox bilirəm, bir o qədər də yüngülləşirəm. Atan haqqda nə bilmək istəyirsən? Bütün küfəlilər onu tanıyırlar. Neçə illərdir sədaqətli it kimi Ali Üməyyənin nökərçiliyini boynuna götürüb, cəmaatın üstünə hürür ki, ayaman birdən Ali Üməyyənin qızıl kisələrindən biri kasıblara verilər. Məncə oğru və dələduz olmayıb. Çünki onun yerinə kim olsaydı, indiyə qədər var dövlət içində üzərdi. Hardan bilirsən ki, oğurlamayıb? Sən ki, onu dərindən tanımırsan, bibi. Bir ömürdür küfə xəzinadarlığında hakimlik eləyir. Nə qədər yeyib talasa da, kim başa düşəcək, kim? Bunu Allah bilir, oğlum. Niyə onun babalını yuyum ki, halbuki ondan heç nə görməmişəm? Bir zamanlar əmanətlər Şozəb kimi məşhur idi. Mariyadan eşitdim ki, Şozəb cavanlıqda
Mövlamız Əlinin tərəfdarlarından biri olub. Mən Şovzəbdə Əlidən bir nişanə gördüm. Kufənin taun xəstələri arasında onları xilas eləmək üçün özünü oda közə vurmağını görəndə birdən-birə İsa Məsih yadıma düşdü. İlya ataya bənzəyən İsa Məsih. Vücudumu qəribə hisslər bürüdü. Elə hisslər ki, onları heç cür ələ ala bilmirdim. Qardaşlar, Allahın rəhmətindən məyus olmayın. Bu bəla imanınızı yoxlamaq üçün bir imtihandır. Nə badə Allahın ədalətinə şəkk eləyəsiz. Unutmayın ki, Allah bu bəlalarla iman əhlini sınağa çəkir. İmanlı o şəxslərdir ki, onlara bəla və müsibət yetişəndə deyərlər, biz hamımız Allaha məxsusuq. Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf qaydacağıq. Sonrasını da yəqin ki, eşitmisən. Mənim Şovzəbə yazdığım məktublar və onun Santa Maria kilsəsinə gəlməsi böyük səsküyə səbəb oldu. Kilsədə Şovzəbi görəndə başa düşdüm ki, qəlbən Ələvidir. Bilmək istəyirdim ki, görəsən o niyə Muaviyyənin Yəzidin süfrəsinə əyləşərək öz mövlasından üz döndərib? Maria, sənin eşqinin dərgahında mən bir böcək belə deyiləm. O ki, qalsın insan olum. Sənin İlyadan gördüyün möcüzə, mənim Əlidən gördüyüm möcüzələrin qarşısında qarışqa ilə filin müqayisəsi kimidir. Amma nə olsun ki? Məsih Maria Əlinin tərəfdarı olur, müsəlman Şovzəb isə ona qarşı xain. Muaviyyə və Yəzidin süfrəsində oturdum, onların duz çörəyini yedim, saraylarının etibarlı adamına çevrildim. Bu da eşqin möcüzəsidir, Sərvər. Necə yəni? Yəni, eşq hər qeyri-mümkünü mümkün eləyə bilər. Müəmmalı danışma. Mənim haqqımda nəsə eşitmisən? Bəli, Sərvərim. Nə eşitmisən? Çox şey eşitmişəm. Hansını istəyirsiniz danışın. Mənim Əlidən qırılmağımın səbəbi nə idi? Niyə Muaviyyəyə birləşdim? Siz üzdə Muaviyyənin xadimisiniz. Qəlbinizdə isə Əli tərəfdarı. Deməli bir münafiqəm. Siz münafiq deyilsiniz. Məmursuz. Məmur? Kimin məmuru? Eşqin məmuru. Hümeyraya olan eşq onu Əlidən ayırmışdı, bebi. Allah ona qani-qani rəhmət eləsin. Ananın savabı Kərbəla şəhidlərinin savabından az deyil. Məsih Mariyanın taleyi ilə Müslim İbn Əqilin taleyi bir-birinə oxşardır. Müslim Küfənin küçələrində qərib və tənha qaldığı gecə Məsih Mariyada Hüseyn İbn Əlini müdafiə elədiyi üçün avara və sərgərdan olmuşdu. Mariyanın dərdi doğuş dərdi deyildi, oğlum. Onun dərdi böhtan, iftira idi. O öz abır həyasını Hüseynə qurban elədi. Xoş onun halına. Niyə yaxşı adamlar tez ölürlər, bibi? Niyə? Çünki yaxşılar Allaha yaxın adamlardır. Yer onlar üçün azlıq eləyər, oğlum. Belə bir ana üçün darıxmağa haqqım var, bibi. Yatım, bəlkə yuxuda onu gördüm.
Qan içən namərd, çıx çölə. Hümeyra, Allah sənin kökünü kəssin. Çıx çölə ay cadügər ifritə. Çıx çölə qan içən. Çıx çölə ay Aman zəlil Allah. olur. Ay qan içən ifritə. Aman Allah. Çıx çölə. Başım ay ağrıdı. cadügər. Ne olub? Niye qışqır bağır salmısan, ay arvad? Məndən soruşursan haramzadanın biri. Bu sualı özünə ver. Körsən, görmürsən ki baş gətirmişəm baş. Al götür. Pulunu da verərsən qanı çən arvadına, bir şərəf. Axı bu başın mənə nə dəxli var ifritə? Al götür. Qorxma, satlıq deyil. Bütün var dövlətini də versən, almağa gücün çatmaz. Bu rübabın eşqinin, mənim munisimin, Məsih-i Mariyanın ciyər parəsinin başıdır. Zeydimin başıdır, Zeydimin başıdır, mənim Zeydimin başıdır. Mənim Zeydimin. Kaş atan öleyim və sən dünyaya belə qara Zeydin bəxti başı. gəlməyəydin. Məsih Mariya, Pərverdigara. Axı bunların bir-biri ilə nə əlaqəsi var? Ay Zeyd, mənim Zeyd. Nə baş verib? Çıxdın, iblisin biri iblis. Bəyin başını gətirmişəm. Bəs gəlin hardadır, gəlin hardadır, ay qan içən canavar. Sən nə danışırsan, həyasızın biri həyasız. Bu nə istəyir Şozəb? Kimdir? Mən nə bilim. Zeydi sən öldürmüsən? Ha? Zeydi sən öldürmüsən Hümeyra? Vay aman Allah. Zeyd'i öldürüblər anacan. Yaxın gəlmə. Yaxın gəlmə iblisin biri iblis, oyun bitdi. Məni aldada bilməzsən. Əgər sən qadınsansa mən də qadınam. Sənin murdar cinsini yaxşı tanıyıram. Mən səni heç vaxt evimə buraxmaram. İstəyirsən anan olum? Mən Zeydin qatilindən söz aldım. O sənin adını çəkdi. Sənin adını qatil. Məni bu işə qatma ay həyasızın biri həyasız. Oğlunun qanının qisasını almaq istəyirsən? Get Həccacın qapısını döy. Onun sallaxanasında topa baş kəsilir. Sənsə bunun cavabını məndən istəyirsən? Evimdən çıx çölə. Evindən? Bir evinə bax. Buradan qan iyi gəlir qan. Elə bilirsən kefdən evinə gəlmişəm qatil. Çəkil. Ar olsun. Bir damcı qeyrət namusun olsaydı gözünü açıb hər şeyi görərdin. İtil, rədd ol buradan həyasızın biri həyasız. Hara gedim ay iblis, hara? Bu axmağın böhtanları ilə Məsih-i Mariyanın axırına çıxdın. Sən aləmi bir-birinə vurub özünü təmizə çıxarırsan. Qarşını alan yox idi. Artıq mən qarşında duracağam. Qarşı tərəfim mənəm. Bu axmaq kişi oğlunun qanından keçsə də mən keçməyəcəyəm. İkinizin də axırına çıxmayınca heç yerə gedən deyiləm. Hara gedim? Ay Rubab, hardasan? Qızımı bu işə qatma, ay həyasızın biri həyasız. Şozəb, niyə bunun cavabını vermirsən? Nə deyim ay arvad? Nə deyim ay haramzada? Dua elə ki bu qadının dediklərin yalan olsun. Yoxsa tikə doğrayaram səni. Buna aldanma, aldanma, aldanma ay kişi. Qulağını aç, məni yaxşı dinlə ay mərifətsiz. Əgər həqiqətən də Zeyd Məsih-i Mariyanın oğludursa, hansı kişidən olduğu məlum deyil. Bu biabırçılığın xəbəri hər yerə yayılıb. Şozəbi qocaldan da elə bu oldu. Hamı bilə-bilə sən kar olmusan, eşitməmisən. Sən nə əsasla iddia eləyirsən ki o Şozəbin qanunsuz oğludur, hə? Nə əsasla? Əsas istəyirsən ifritə? Bu da əsas. Al. Yaxşı bax. Zeyd Məsih-i Mariyanın oğlu idi ya yox? Zeyd sənin oğlun idi ya yox? Zeyd'i öldürdülər Ruba. Ay Ruba. Ay bədbəxt bacım.
Zeyd'i öldürdüler. Allah senin cezanı versin Ümeyra. Ay Zeyd'im hardasan. Allah Zeyd'i öldürenleri sana tapşırıram. Allah bu haksızlığı cevapsız koyma. Bundan sonra ben kimin için yaşayıram axı? Zeyd'im hardasan. Hardasan Zeyd'im. Allah Zeyd'i öldürenleri sana tapşırıram. Ben haranın külünü töküm başıma. Hardasan Zeyd'im harda. Allah özün kömək elə. Allah Zeyd'i öldürenleri sana tapşırıram. Neynirsən Rübab? Qoy Zeydin boğazını kəsən bu bıçaq Rübabın sinəsinə sancılıb qəlbini parça-parça eləsin. Səndən atamın mənim üçün yaratdığınız bu cəhənnəm həyatındansa ölüm yaxşıdır. Rübab, o bıçaq zəhərlidir Rübab. Balaca cızıqda ölümlə nəticələnəcək Rübab. Ver mənə, o bıçağı ver mənə qızım. Yaxın gəlmə, yaxın gəlmə. Axı Zeydi niyə öldürdün ana? Zeydi Ələviləri öldürənlər öldürdü, mən yox. Dəlilik eləmə, axmaqlıq eləmə. Ver onu. Yalan deyirsən. Zeydi sən öldürdün. Zeyd sənin göstərişinlə öldürüldü. Yalan demirəm. Sən həqiqəti bilmirsən. Ver o zəhirmarı mənə. Sən güya həqiqəti bilirsən. Əsl həqiqət Zeydidir. Axmaqlıq eləmə. Əsl həqiqət haram eşqə aludə olmamaq üçün Zeydi kənara çəkilməyə vadar eləyən sirridir. Ah Zeyd, sən mənim qardaşım olmusan, mənsə bunu bilməmişəm. Həqiqət mənim dərdimdir. Gəncliyimdir. Gəl. Gəl. Gəl o bıçağı mənim qəlbimə saç, gəl. Vur ki həqiqətlərdən təngə gəlmişəm. Nə vaxta qədər bunları içimdə gizlədim. Mən ölümdən qorxudursan? Heç olmasa bir dəfə də olsun sözlərimə qulaq as, sonra hər nə qələt eləyirsən elə. 20 ildir ki gecə gündüz atanın qatilini axtarıram. Düşünürdüm qızım böyüyəcək və bu intiqamı almaqda mənə kömək eləyəcək. Əfsus! Əfsuslar olsun ki Meyranın taleyi həmişə qara yazılarla, bədbəxtliklə dolu olub. Dolu olub. Hansı qatil? Nə ata? Sən Sədunun qızısan Rübab. Şozəbin qızı yox. Sən Sədunun qızısan. Sən Sədunun qızısan, Şozəbin yox. Şozəb heç kimdir. Şozəb bir bəladır, qızım. Mən səni aldatmıram. İnan mənə. İnan qızım, inan. Sənin həqiqi atan başqa adamdır. Başqa adam. Allah, niyə canımı alıb məni bu zülümdən xilas eləmirsən? Şozəb, Sədun, Məsihi Mariya, mən, sən, biz kimi yana? Qorxma qızım, qorxma. Mən həmişə sənin yanındayım. Qoymaram kimsə səni incitsin. Sən mənim olan qalan varlığımsan. Eşqimin yadigarısan. Sənsiz həyat mənim üçün puçdur. Mən sənlə nəfəs alıram. Aram ol. Sakit ol qızım, sakit ol. Ver o bıçağı mənə. Ağlama qızım. Ax heyifdir ki sənin kimi gənc qız gedib soyuq qəbirdə yatsın. Sənin yerin Küfə əmirliyinin taxtacıdır.
İlahi, məni hansı günaha görə bu dərdə salmısan? Lənət olsun belə taleyə. Jozef, bu məktubu da ixtiyarsız olaraq yazıram. Çünki heç vaxt xəyalımdan çıxmırsan. Bu Məsihi qızın bir müsəlmanı olan eşqidir. Eşq məktəbində atəşpərəsin, Məsihinin, müsəlmanın fərqi yoxdur. Kilsənin qanununa görə bu məktubu yazmaq şeytanın əsarəti altına düşməkdir. Mənim fikrimcə isə eşqin dərgahına təslim olmaqdır. Mənə haram və qadağan olunmuş eşqin. Onu qazanmaqda bacardığım qədər çalışdım. Bu sirrim kilsədəkilərə faş olub. İstəyirlər aşiqlik günahı ilə məni mühakimə eləsinlər. Maria, Bəli, sərvərim. siyasət adamı ilə yaşamaq, qayğı oturub fırtınalı dəryada səfər eləmək kimidir. Mənlə həm səfər olmağa hazırsan. Səfər yükümü çoxdan bağlamışam. Jozefin naməlum qismətinə xoş gəlmisən. Jozef, Əli Quttami adlı bir qızın təhriki ilə öldürüldü. O əlinin qanına susamışdı. Oğlu Həsən Cəhədə adlı bir qadının əli ilə zəhərləndi ki, atası Əlinin düşməni idi. Mənim kabus yuxumda da bir qadın var ki, adı Məsihi Mariyadır. Amma o Əlinin aşiqidir. Ah, bu insafsızlıqdır. Mənə kömək elə, Jozef. İstəmirəm Əli və övladlarının taleyində lənətlənmiş 3-cü qadın olum. Razıyam ölüm. Amma bu əbədi zillətə düçar olmayım.
باور کن تنها ماندی دلا Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین